bir adam açır bir restoran, adi kafe tipində, yəni stolova tipində yeməkxana və bu 5-ci segmentdir. İnsanlar gəlir, 5-6 manata orada yemək yeyirlər, dobro olur və gedirlər, amma çox gəlirlər. Və bu insan çoxu qəbul edə bilir. Həcmi hesablanmışdı. Həcmi hesabla, həcm, yəni onun üçündür ki, hazır yeməklərdir, tez-tez çəkirlər, verirlər və insanlar oturdu, yedi, durdu, getdi, başqaları gəldi. Amma burada əgər adam qiymət təyin eləsə ki, məsəl üçün sub 8 manatdır, oraya heç kim gəlməyəcək. Artıq segmentləşmə keçir lüksa, 6-cı segmentə. Bu gün mən baxıram bazar analizini eləyəndə insanlara, çox adam keyfiyyəti və qiyməti tutuzdura bilmir. 5 üçün satmaq istəyir, qiyməti baha qoyur. Və yaxud da səndə tərsi nədir? Bax, sən bahalı məhsul gətirə bilərsən, keyfiyyətli məhsulu hamıya sata bilərsən. Ki hamı bunu ala bilsin. Qiyməti aşağı qoyursan, təbii ki, burada sənin marjan aşağı düşür. Yəni real кейslər var ki, elə də. Sən hamıya bərabər eləmək istəyirsən, bərabər satmaq istəyirsən ki, eyni olsun. Doğrumu? Elə Amma də. bu sənin öz subyektivin belədir. Bir də var obyektiv reallıq, artıq analiz üzərindən. Bu yalnız professional kompetensiyada 3-cü kompetensiyadır. 3-cü kompetensiya dediyim bizim o belə deyim də doğum tarixi yenə O doğum tariximiz deyil, yəni doğum tariximiz. O başqa hesablamadır. Olsa doğum tarixində olan 3 sənin bu gün vəziyyəti analiz eləməyindir. Və yaxud da səndə 3 varsa da, okey, sən analizi, yəni bu biznes analizini daha yaxşı eləyə biləcəksən. Olmayan insandan təbii ki. Məsələn, məndə 3 yoxdur. Mənim bunu anlamağım üçün mən davamlı təcrübədən keçirtməliyəm. Ki mən bunu anlayım. Кейslərim olmalıdır və ondan sonra anlaya bilirəm. Səndə belə deyil. Əgər doğum tarixində 3 varsa, yoxdursa səndə də belədir. Şur sayı 3 olmağına baxmayaraq. Yəni çünki sən ayın 21-i dünyaya gəlmisən və ayın 21 dünyaya gələn yenə də analiz eləyir öz subyektivindən və istəyir ki, bilgi əldə eləsin, öyrənsin və öyrətsin. Bunu yenilik üzərində eləmək istəyirsən, hədəflərlə. Bu sayılır missiya artıq. Yəni belə deyək də, bura qədər şuur sayından çox danışırdıq. Bu gün missiya daha çox açıldı, sfera açıldı. İndi missiya ilə sfera əsas yönəldi və kompetensiyalara yönəldi, analizə girdi. Yəni bilirsiniz necədir? Mən özüm burada ola, bizdə olur ki, yəni artıq sən koçluğu bitirmisənsə, özün bir məhsul yarada bilərsən və davamlı gəzirəm, fikirləşirəm ki, görürsən mən bu bilgilərdən istifadə edə bilən məhsul yarada bilərəm. Şuur sayı 6 olduğum üçün məni sevgi maraqlandırır. Yəni bütün şeylər sevgi. Danışanda belə sevgidən danışıram, münasibətlərdən və insanlara puldan danışıram, 6 pulu sevir. Bir də xoşbəxt olmaqdan danışıram insanlara, doğrumu? Və bunları götürərək mən nə edə bilərəm? Sevginin 9 dil adında bir marafon yaratdım. Yəni sənin sevgi vektorun fərqlidir, mənim sevgi vektorum fərqlidir. Misal çəkirəm, şuur sayı 3 qayğı verir, qayğı gözləyir. Missiya 4 isə misal üçün sənə kimsə qayğı verdisə, sən onun qarşılığında ona bilgi öyrədəcəksən. Missiya 4, yeni bilgiləri ötürəcəksən. Bu sənin sevgi vektorun sayılır. Və yaxud da bir nəfər. Bir dəqiqə, onda məndə fərqli işləyir onda. Səndə ayrıdır sevgi vektoru. Sən öyrənirsən, qayğısına qalırsan insanın, sənin üçün qayğı sevgidir. Elə də. Mənim üçün qayğıma qalmaq, yəni bu okey də tamam var, amma mən şuur sayı 6'lar üçün toxunaqlıq olmasa, təmas olmasa, mən sevgini anlamıram. Və yaxud da 8 üçün sən 8-i qucaqlasan, deyəcək mənə niyə qucaqlayırsan ki? Mənə bunu maddi olaraq göstər deyəcək. Elə. Şuur sayı 7-yə sadəcə təriflə, görmək onu təsdiqlə, şuur sayı 7'ləri, deyəcək ki, sən məni sevirsən. Hər kəsdə fərq. 2'lərlə otur danış, başa düş. Deyəcək, mənə bu sevir. Aidiyyatı yoxdur, bax. Birin dediyini elə, şuur sayı birin dediyini, ona tabi ol, ona qulaq as. Ona ziddiyə getmək yox. Mən deyirəm ki, belə olacaq. Avtomatik olaraq səndən münasibət soyudur. Onun dediyinə tabi olanda deyir, məni sevir adam. Nə qəşəngdir. Hər kəsdə 4 mehribandır və mehribançılığı gözləyir. Səndən eyni dürüstlüyü gözləyir. 9 sənə qaçır, kömək eləyir, təşəkkür gözləyir. Təşəkkür eləməyəndə deyir, sevmirsən məni. Xidmət gəlib səndən xidmət gözləyir. Və bu ailə analizinə girəndə, yəni biznes ailə sayılır da. Yəni ailədə insan hər şey qaydasındadırsa, biznesi qaydada gedir. Çünki böyük enerji 50% yaxın enerjini biz ailədə itiririk. 50% yaxın enerjini prof orientasiyada itiririk. Yəni peşəkar təyinatda.